Qeyd elədiyimiz kimi, nəzərdə tutduğumuz təlimçinin problemi yarandığı üçün biz həmin təlimçi ilə deyil, bu təlimi də mən bu gün sizlərlə birlikdə keçəcəyik. İndi başlayırıq. Mövzumuz tənqidi təfəkkürdür. Bu gün biz tənqidi təfəkkürün nə olduğunu və nə olmadığını danışacağıq. Müzakirələr aparacağıq ki, tənqidi təfəkkür olan insan necə insandır? Ümumiyyətlə, bu anlayış bizim həm şəxsi həyatımızda, həm karyera həyatımızda hansı faydaları var? Bizim üçün hansı müsbət göstəricilər gətirir bu anlayış, bu bacarıq? Bunlar haqqında danışacağıq. Mövzuya keçməzdən əvvəl öncəliklə özüm haqqında məlumat verim. Adım Müşfiqdir. Artıq uzun müddətdir təlimçilik sahəsində həm əyani şəkildə, həm onlayn şəkildə fəaliyyətim var. Bir neçə TOT kurs proqramını uğurla bitirmişəm. Rəsmi şəkildə həm təlimçiliklə, həm karyera məsləhətçiliyi ilə fəaliyyət göstərirəm. Bununla yanaşı Təhsil Texnologiyalar Mərkəzinin əməkdaşı olaraq çalışıram. Müxtəlif mövzularda, karyera, şəxsi inkişaf mövzularında təlimlər, seminarlar və vebinarlar həyata keçiririk. Bugünkü vebinarımız qeyd elədiyim kimi tənqidi təfəkkür mövzusundadır. Bu gün biz bu mövzu haqqında danışacağıq, müzakirələr aparacağıq. Öncəliklə slaydı çevirin. Mən sizdən şəkilə ad vermənizi istəyəcəm. Səsi açmaq istəyən şəxslər səsi açaraq deyə bilər bu qarşınıza görən şəkil haqqında. Rəy hissəsinə yaza bilərsiniz ki, şəkilə baxdığınız zaman sizin beyninizdə nə formalaşır? Ümumiyyətlə, bu şəkildə siz nəyi görürsünüz? Axşamınız xeyir olsun Şükrü bəy. Cavablandıra bilərəmmi? Fikir bildirmək istəyən var? Bəli. Buyurun Pərişan xanım. Axşamınız xeyir. Hər vaxtınız xeyir olsun. Mən düşünürəm ki, şəkildə əsasən mənalıdır ki, hər kəs baxdığı çərçivədə görür hər şeyi. Misal üçün, bir tərəfdən baxan şəxs bunu 9 kimi görürsə, digər tərəfdən baxan şəxs bunu 6 kimi görür. Təbii olaraq hər kəsin baxdığı tərəfdən öz fikri formalaşır. Yəni 9 deyən üçün 9 deyən də düz deyir, çünki onun tərəfindən o cür görsənir. 6 deyən də öz üçün düz deyir, çünki onun baxdığı tərəfdən də o rəqəm 6 kimi görsənir. Təbii olaraq mən bildiyim qədər tənqidi təfəkkürdə məhz buna sadəcə öz tərəfimizdən deyil də qarşı tərəfin yanaşmasından nəzərə alaraq baxmaq lazımdır. Yəni biz qarşı tərəfə deyə bilmərik ki, sənin bildirdiyin fikir səhvdir. Çünki onun tərəfindən o düzgün fikirdir. Yəni o 6 deyir, biz 9 deyiriksə, bir qarşı tərəfində fikrinə, yanaşmasına düzgün olaraq baxmaq lazımdır ki, onun tərəfindən baxdıqda o məsələ yəni doğru ola bilər. Təşəkkür edirəm. Başqa fikir var? Aynur xanım qeyd edib ki, salam, tək tərəfli düşüncə çox yanlışdır. Müxtəlif baxış bucaqlarını dəyərləndirmək, nəzərə almaq lazımdır. Təşəkkür edirəm Aynur xanım. Fidan xanım qeyd edib ki, fərqli baxışlar, eyni həqiqətlər, haqlı olmaq ya da başa düşmək. Teşekkür ederim. Buyurun. Salam. Təlim üçün çox təşəkkür edirəm. Burada da buna mən belə deyərdim ki, biz qarşımızdakı insana öz dəyərlərimizlə də bir yaxınlaşırıq. Elə bilməsən, burada belə deyək də, qarşımızdakı insana o deyirik, özünü mən yerimə qoy. Burada özümüzü onun yerinə qoymaq, özümüzü onun yerinə qoymaq əvəzinə
ona tərəf getməyə bacarmalıyıq biz. Elə bil həm öz dəyərlərimizi saxlayaraq, həm də qarşıdakının dəyərlərinə diqqətə alaraq və onun şəxsiyyətinə hörmət edib, belə deyək də, onun qarşıdakı şəxsin şəxsiyyətinə hörmət edib, fikirlərini mübahisə çərçivəsində də qarşı tərəfə yaxınlaşmağa bacarmalıyıq. Təşəkkür edirəm. Çox sağ olun. Fikriniz var idi? Böldüm yoxsa tamamlamışdınız? Xeyr, tamamlamışdım. Bir də onu deyim, elə bil, məsələn, burada 6 deyən tərəf, 6 deyən tərəf, qarşıdakı əgər ona 9 deyirsə, bu adam özünə sual verməlidir. Da ki, elə bir yerdə ki, qardaş, mən buna 6 deyirəm, bu mənə niyə 9 deyir? Bu mən yox. Yəni, bilirsiniz, ortada elə bir gəlib bir sorğulamalıdır. Yəni, bilirsiniz çünki niyə? Həqiqətən elan, əslində mən belə deyərdim ki, əslində yanlış insan yoxdur. Doğru insan da yoxdur. Yəni hər kəsin fikri özünə görə düzdür da, belə deyək. Doğru nədir, yanlış nədir? Yəni sənə görə doğru olan bir şey, belə deyək. Baxın, bizim bildiyimiz bizim həyatımızı şəkilləndirir da. Biz bildiyimiz qədər doğru danışırıq. Çünki özümüzün bildiyimiz qədər onun doğru olduğuna inanırıq. Qarşıdakı tərəf də o qədər bilir, onun doğru olduğuna inanır. İndi burada biz açıq-aşkar fikrimizə çatdırmasaq ki, qardaş, sən buna doğru deyirsən, amma mənim doğrularım budur. Bilirsiniz çünki niyə? Sən əslində, çünki bunu dava şəklində salmaq deyil. Sən qarşıdakı insana deyəndə ki, mənim doğrularım budur. Bax, mən məsələni bu aspektdən dəyərləndirirəm. Sənin doğruların nədir? Sən onu bizə de, sənin bir məsələn aspektlərindən də baxaq, ondan sonra ortaya axırda bir nəticə qərar çıxsın da. Bəli. Təşəkkür edirəm. Yəni bu şəkildən də göründüyü kimi, yəni deyir, sənin düz olman mənim səhv olmam mənasına gəlib çıxmır. Yəni kör-körənə şəkildə bir insana biz səhvdir və yaxud da düzdür deyə bilmərik. Biz burada sorğulama aparmalıyıq. İngiliscədə də belə bir deyim var. It's not good, it's not bad, it's just different. Yəni o yaxşı deyil, pis deyil, sadəcə fərqlidir. Yəni bir insanın fərqli olmağı, onun bizdən fərqli olmağı, onun səhv düşünməyi mənasına gəlmir. Biz əgər bir məsələ haqqında başqa cür düşünürüksə, fərqli digər insan başqa cür düşünürsə, artıq avtomatik olaraq bizim düşünməməliyik ki, o insan səhv düşünür. Bəlkə ola bilər ki, biz səhv düşünürük. Tənqidi təfəkkür ümumiyyətlə ağılla davranmaqdır. Yəni biri sənə söz deyəndə, bir şəxs sənə söz deyəndə heç nə demədən həmin şəxsə inanmaq əvəzinə nə özlüyündə, öz-özlüyümüzdə düşünməliyik ki, bu insanın dediyi doğrudurmu? Yəni bu sualı özümüzə verməliyik, düşünməliyik. Yəni başqasının beyni ilə yox, öz beynimizlə qərar vermə bacarığıdır deyə bilərik. Misal üçün kimsə bizə deyirsə ki, hər hansı bir tutaq, mən ingilis dilində hazırlaşmaq istəyirəm, ingilis dili danışıq səviyyəmi artırmaq istəyirəm, kurs axtarıram. Bir insan deyirsə ki, filan kurs pisdir, biz avtomatik olaraq onun pis olduğunu düşünməməliyik də. Adi İslam dinində var ki, hüsn-i zənn deyilən bir şey var. Biz hüsn-i zənnlə yanaşmalıyıq, müsbət yönlü yanaşmalıyıq, araşdırmalıyıq ki, həqiqətən bu kurs pisdir, yaxşıdır, bu kursun uğurları nə qədər olub, müəllimlərin səviyyəsi hansılardır, tələbələri yetişdirdikləri tələbələr kimlərdir, tələbələrinin, müdavimlərin uğurları varmı, yoxmu? Yəni biz kiminsə sözü ilə, kiminsə ağlı ilə, kiminsə başı ilə hərəkət eləməməliyik. Özümüzün düşüncəmiz olmalıdır, özümüzün məsələyə yanaşmamız olmalıdır. Yəni hər deyilən sözü araşdırmadan, hər deyilən sözü fikri araşdırmadan qəbul etməməliyik və hər sözü də araşdırmadan səhvdir deməməliyik. En azı düşünməliyik, araşdırma eləməliyik ki, bu həqiqətən səhvdir yoxsa səhv deyil. Növbəti slayda çevireyim. Tənqidi təfəkkür məlumatları deyir qəbul etməkdənsə onları məntiqli və rasional şəkildə sorğulama deməkdir. Biraz öncə dediyimiz kimi, yəni biri bir məlumat verirsə, biz onu olduğu kimi qəbul etməməliyik. Onu
məntiqi şəkildə, rasional şəkildə sorğulamalıyıq, suallar verməliyik özümüzə, həmin şəxsə, araşdırma aparmalıyıq. Məsələnin həqiqət olub-olmadığını nə etməliyik? Düşünməliyik. Tənqidi təfəkkürlə yanaşmalıyıq. Misal üçün, evə doğru gedirik, yol ilə gedirik. Görürük ki, 2 dənə qonşumuz, qonşudan olan 2 nəfər şəxs savaşır. Biri sakitcə dayanıb, heç nə demir. Digər şəxs isə qeyri-etik sözlər istifadə eləyir, qışqıraraq danışır, əl-qol hərəkətləri ilə danışır və biz avtomatik olaraq burada bir insan olaraq, bir azərbaycanlı olaraq düşünməliyik ki, bu insan nə həyasız adamdır, nə səsin atıb başına. Avtomatik beynimizdə bu canlanır bizim. Bunu düşünürük. Yəni tənqidi təfəkkür istifadə eləmirik burada. Amma biz düşünməliyik ki, görəsən o sakit dayanan, bu cür də düşünə bilərik. İşte sakit dayanan insan bu qışqıran insana nələr deyib ki, yəni nə deyib bunu vadar eləyib bu sözlər deməyə? Bu insan dəlidirmi? Durduğu yerdə qışqırır, bağırır. Bəlkə o biri sakit dayanan, sakit kimi görünən insan bunu nəsə vadar eləyib. Elə sözlər deyib ki, elə bir hərəkət eləyib ki, bu məcbur olub qışqırmağa, bağırmağa. Yəni biz anidən yargılamamalıyıq da həmin insanı ki, hə, bu nə həyasız adamdır, bu qışqırır, bağırır və yaxud və sair və yaxud. Yəni ilkin formada qərar verməməliyik. Beynimizdə məsələni artıq oturuşdurmamalıyıq ki, bu insan ən pis insan bu danışandır, ən yaxşı insan sakit insan. Analiz eləməliyik məsələlər. Emosiyaların yox, sübutların danışdığı bacarıq. Yəni burada bayaqki nümunədə biz uyğunlaşdırsaq, sübutlarla düşünməliyik, sübutlarla qərar verməliyik, sübutlara əsasən biz fikir bildirməliyik. Aydın, rasional, məntiqli və müstəqil düşünmə bacarığıdır. Bu formada düşünmə bacarığıdır tənqidi təfəkkür. Bura biz əlavə eləyə bilərik marağı, spektivliyi və təvəzzökarlığı. Burada bu prosesin daha yaxşı inkişaf eləməsinə gətirir, çıxarır. Tənqidi təfəkkür nə deyil? Tənqidi təfəkkür mübahisə eləmək deyil. Yəni dirəşmək deyil. Bir insanla dayanmadan mübahisə eləmək, onun fikirləri ilə razılaşmamaq, onunla dirəşmək. Yəni bu tənqidi təfəkkür bu deyil. Daha sonra tənqid eləmək, insanların düşüncələrinə görə, insanların fikirlərinə görə, insanların öz şəxsiyyətini tənqid eləmək, bu da deyil. Sadəcə məlumat toplamaq da deyil ki, mən gedim görüm qonşudan hansı yaxşıdır, hansı pisdir. Yəni sadəcə durduğu yerə məlumat toplamaq da deyil, tənqidi təfəkkür. Ümumiyyətlə tənqid təfəkkür anlayışı deyirik ki, 21-ci əsr bacarıqları var ki, bizim inkişaf eləməyimizdə, bizim formalaşmağımızda çox vacib olan bacarıqlardır. Bu bacarıqları biz hard və soft skills olaraq iki yerə bölürük ki, bu tənqidi təfəkkür də soft skills bacarıqlarına aiddir və illərdir aktual olaraq qalan bir bacarıqlardır. Aktuallığını qoruyan bir bacarıqdır. Tənqidi təfəkkürlü insan necə olur? Biz bu suala cavab tapsaq əgər, deyə bilərik ki, tənqidi təfəkkürlü insan hər deyilənə dərhal inanmır. Bu bizim iş, karyera, şəxsi inkişaf, dost əlaqələrimizdə də özünü götürüb, özünü doğruldur. Karyerada çox lazımlı bir bacarıqdır. Karyerada ola bilər ki, misal üçün ofis yoldaşı, o iş yoldaşınız biri digəri haqqında hər hansı bir söz deyir ki, sənin haqqında bu belə söz dediyi və yaxud da yəni aranı qızışdırmaq istəyən insanlar var da həyatda bilirsiniz. Yəni tənqidi təfəkkürlə yanaşsaq biz artıq hər deyilənə inanmamalıyıq. Hər insanın fikirlərinə, hər insanın dediyi sözə inanmamalıyıq. Onu sorğulamalıyıq, onu araşdırmalıyıq.
Niyə, necə bilirsən, sübutun var kimi, sübutun varmı sualları verir tənqidi təfəkkürlü insan. Emosiyalarla yox, daha çox məntiqlə davranır. Hər şeyi tək tərəfdən yox, müxtəlif baxışla nə edir? Tənqidi təfəkkürlü insan nə edir? Onu qiymətləndirir. Tənqidi təfəkkür niyə vacibdir? Çünki dəyişən əmək bazarında vacibli bacarıqlar var ki, bu tənqidi təfəkkür də həmin bacarıqlar arasındadır. Ağlasığmaz həcmdə məlumat çoxluluğu da var. Həmin məlumat çoxluluğunu bu bacarığımızın inkişaf elətdirərək nə edə bilərik? Öhdəsindən gələ bilərik. Dedik ki, tənqidi təfəkkür başqaları ilə dalaşmaq deyil, ağıllı görünmək deyil, sadəcə yox demək deyil, tənqid eləmək deyil. Həm də dedik tənqidi təfəkkür niyə vacibdir? Aldadılmamaq üçün vacibdir. Hər sözə inanmamaq üçün vacibdir. Daha ağıllı qərar vermək üçün vacibdir. Həyatda öz fikrinlə yaşamaq üçün vacibdir. Yəni başqalarının fikri ilə deyil də öz fikrinlə yaşamaq üçün vacibdir. Sosial mediada yalan xəbərlərə uymamaq üçün vacibdir. Yəni sarı media adlandırılan media var ki, orada məlumatlar olur, həqiqətə uyğun olmayan məlumatlar olur, hər gün qarşımıza çıxır. Biz onlara nə etməliyik? İnanmamalıyıq. Biz onlara uymamalıyıq, xəbər yalanlara. Müşfiq bəy, bir şey əlavə etsəm olar? Buyurun. Çox sağ olun. Müşfiq bəy, mən elə belə düşünürəm ki, biz əslində bu rasional ağılla emosional ağıl deyirik də elə bil beynimizdə. Biz elə bil emosiyalarımızın yerinə rasional ağlı qoymaq yerinə əslində rasional ağlımızla emosional ağlımız arasında bir yol tapmalıyıq. Bilirsiniz çünki necə? Əslində bizim emosiyalarımız varsa, deməli, yəni bunların varlıq səbəbinin bir mənası olmalıdır da, belə deyək. Yəni bunlar lazımsız ola bilməzlər. Çünki bilirsiniz, əslində bizə emosiyalarımızı pis göstərən, baxın sosial media bayaq vurğuladı, çox gözəl vurğuladı onu. Sosial media insanlara deyir ki, məsələn, qorxulardan, duyğulardan, hisslərdən qaçın. Amma əslində insanı böyüdən onun üzləşmədikləri, qorxduqları duyğulardır ki, əslində onlarla üzləşsə adam həqiqəti görəcək. Elbət, məsələn, qarşıdakı bir insanla söhbət edirik da biz. Qarşıdakı insanla söhbət edən biz həm emosional ağlımızı, həm də rasional ağlımızı istifadə etməyə bacarmalıyıq. Çünki bilirsiniz niyə? Emosional ağlımızla qarşıdakının bu hərəkəti niyə elədiyini, elə bil ona tərəf getməklə, onun hisslərini biraz içimizdə yaşamağı, baxın, nağıldıq, biz özümüzdə onun hisslərini yaşamaqla rasional ağlımızda müəyyən bir düşüncə tərzi yaranır. Amma burada biz icazə verməməliyik ki, emosional ağlımız rasional ağlımızı qabaqlasın. Rasional ağlımızda elə bil biz fikir yaratmalıyıq və bu fikir üstündən qarşımızdakı insana cavab verməliyik. Bunların ikisini elə bil əgər çox yaxşı şəkildə ustalıqla işlətməyə bacarsaq, qarşıdakı insanın o qədər gözəl münasibət qurduqca. Çünki mən bunu həyatda həqiqətən görmüşəm. Həyatda əslində belə baxanda bizim çox verdiyimiz qərarların çoxu belə göstərəndə duyğusaldır. Yəni biz hər nə qədər də desək ki, mən məntiqi qərar verdim, çox heyf ki, elə deyil. Mən həmişə deyim ki, emosiyaları bastırmaq lazım deyil. Emosiyalar pis bir şey deyil. Ona sadəcə pis mənasını yükləyən bizlərik. Emosiyanı bastırmaq yox, emosiyaya yön vermək lazımdır. Baxın, belə deyə bilərəm də, məsələn, qəzəbdir, əsəb kimi duyğular var. Biz bu duyğulara pis kimi yanaşırıq da. Cəmiyyət tərəfindən bu duyğular pis kimi dəyərləndirilir. Amma əslində bu duyğular pis deyil. Sadəcə biz ona pis məna yükləmişik. Elə bil mən bu duyğuları bilirsiniz nəyə bənzədirəm? Vəhşi at olar, vəhşi at. Elə bil əgər bax əsəbdir, qəzəb kimi duyğular vəhşi at kimidir. Əgər biz onun yəhərindən tutsaq, bizi istədiyimiz yerə aparacaq. Yox, əgər biz onun yəhərindən tuta bilməsək, emosiyalarımızdan qaçsaq, mən ancaq rasional düşünürəm deyə desək, at bizi istəmədiyimiz bir yerə aparacaq. Çünki o yaxşı, həm də siz emosiya ilə rasional ağlı bir yerdə işləyəndə çox biraz əslində bunu qəbullanmağı insan üçün bəlkə biraz çətin ola bilər. Bir söz var. Deyir, hər kəsdə qüsur görər, özünə kor baxar. Yəni bilirsiniz, insan əslində burada məsələn həqiqətən çox sağ olun slaytın, çox gözəl şəkildə hazırlamışsınız slaydı. İnsan əslində həyatda baş verən problemlərin
bəlkə çoxu özündən qaynaqlanır. Elə bil insan qarşıdakında qüsur görməzdən əvvəl birinci öz içinə dönməlidir. Öz emosiyalarını, öz rasional ağlını yoxlamalıdır ki, ay qardaş, bu adam məndən problem yaşayır, bu adam mən yalan danışır. Bəs yaxşı, bu adamın yalan danışmağının səbəbi nədir? Bəlkə mən bu adama elə bir vəziyyət yaratmışam ki, mən bəlkə bu adamı məcbur qoymuşam ki, bu insan mənə yalan danışsın. Yəni insan nə birinci əvvəlcə özündən belə deyək, o check-up deyirik türklər. İnsan əvvəlcə bir özünü yoxlamalıdır. Ondan sonra qabağındaşına yaxınlaşmalıdır və burada qabağındaşına yaxınlaşan müddətdə desə ki, hə, qardaş, məndə səhv yoxdur. Amma yenə də qabağındaşına yaxınlaşan müddətdə rasional və emosional ağlını bir yerdə işlətməlidir. Çünki bilirsiniz, məsələn, deyir, yaxşı bir söz var. Deyir ki, liderlər olur, şirkətləri işlədən liderlər. Deyir, liderlər deyir, IQ səviyyələrinə görə deyir, liderliyə gəlir, emosional zəka səviyyələri, yəni EQ səviyyələri olmadığına görə deyir, liderlikdən gedir. Niyə? Çünki adamın komanda işi yoxdur. Adama məxsus zəhər kimi ağlı var. Dəhşətli adam. Bir dəqiqə hesablayır. Amma qarşıdakı ilə ünsiyyət qura bilmir. Bu da onlara da batıdır. Yəni biz əslində duyğularımızdan qorxmalı deyilik. Bizim duyğularımızdan qorxmağımızın səbəbi odur ki, sosial media kimi elə bir bizə yanlış məlumat verir. Bunu elə bir ekspertlə, mütəxəssislə elə bir gedib soruşmur. Sosial media qısa bir video qorxularınıza qulaq asmayın. Ay qardaş, sənin qorxduğun şey sənin səhvindir. Sən əgər səhvini düzəltməsən, sən irəliləyə bilmərsən. Buna siz necə yanaşıram? Baxın, bir uşaq məsələn velosiped sürməyi öyrənir da, elə. Bir uşaq velosiped sürməyi öyrənəndə nə qədər yıxılır, bir də başlayır, yıxılır, bir də başlayır. O uşağın bir də başlamağına səbəb nədir? Onu qıraqdan heç bir insan yargılamır da. Yargılamadığına görə uşaqda bir məsuliyyət elə bir formalaşmır da hələ. Amma bu insan böyüyəndə bu insana başlayırlar üstünə təzyiq göstərməyə. Sən belə olmalısan, sən elə olmalısan. Nə qədərlər məsuliyyət yükləyirlər. Amma qardaş, bu yenə insandır. Nə olsun ki, uşaq deyil, böyüyübdür. Bu insanı onu eləmək nə dərəcədə düzgündür ki? Təşəkkür edirəm. Təşəkkür edirəm. Həqiqətən fikirləriniz çox maraqlıdır, çox gözəl danışırsınız. Cəmaət olmasa adınızı deyin və mən iştirakçılarda biraz narazılıq yaranır. Sonda müzakirə eləyərik. Yəni inanın bütün mövzuları müzakirə eləyərik. Fikirləriniz çox maraqlıdır, çox gözəldir. Mən sizi bölməyə məcburiyyətində qalacağam. Üzr istəyirəm. Xoşdur, buyurun. Birazdan yenə davam eləyərik. Çünki iştirakçıların bəzilərində artıq biraz yüngül narazılıq oldu. Həqiqətən fikirləriniz çox maraqlıdır. Tənqidi emosional zəkadan danışırsınız. Emosional zəka neçə ildir Dünya İqtisadi Forumunun verdiyi statistikaya görə öndə olan bacarıqlar arasında, yəni insana əmək bazarında lazım olan bacarıqlar sırasında emosional zəkadır. Emosional zəka nədir? Hissləri başa düşməkdir. Yəni, biraz öncə siz də deyirsiniz ki, emosiyalardan qorxmamaq lazımdır. Emosiyalardan biz o zaman qorxa bilərik ki, onu idarə eləyə bilmirik. Əgər biz onu doğru şəkildə idarə eləyə biləcəyiksə, idarə eləyə biliriksə, ondan qorxmaq qorxusu yoxdur. Əgər idarə eləyə bilmiriksə, biraz öncə dediyiniz müdir kimi, menecer kimi işdən ayrılmaq məcburiyyətinə qalacaq. Çünki idarə etmə elə bir şeydir ki, orada emosiyaları, insanların emosiyalarını başa düşməliyik. Yəni işçilərin dillərini başa düşməliyik. Hər kəsin eyni ağılda deyil axı, hər kəsin emosiya səviyyəsi də eyni deyil. Biri elə vaxt olur ki, qəmgindir, biri çox sevinclidir, biri xoşbəxtdir, biri xoşbəxt deyil, bədbəxtdir. Hər kəsin düşüncələri, duyğuları fərqlidir və biz o həm öz duyğularımızı idarə etməliyik, həm də kənardakı insanların duyğularını başa düşüb onların duyğularına uyğun nə etməliyik? Qərarlar və hərəkətlər etməliyik. Dedi ki, tənqidi təfəkkür bacarığına sahib insan nə edir? Məlumatları sistematik şəkildə qiymətləndirir. Yəni məlumatları sistemləşdirir və sistemləşdirərək onu qiymətləndirir. Fikirlər arasındakı məntiqi əlaqələri başa düşür. Başa düşür ki, orada hansı məntiqi əlaqələr var, fikirlər tam olaraq nədən ibarətdir. Vacib olan və vacib olmayan məlumatlardan bir-birini ayıra bilir. Vəziyyətlərə fərqli perspektivlərdən baxır, güclü dəlillərə əsaslanan mülahizələr qurur, müşahidələrə və fərziyələrə etiraz etmək üçün çətin suallar verir ki, sual vermək özü böyük bir bacarıqdır. Sual verərək biz
başa düşmədiyimiz məsələləri başa düşə, aydınlaşdıra bilərik. Yəni bir insan bir məsələni bizə deyir, tam olaraq biz sualı elə formada verə bilərik ki, bizə tam cavabı versin də. Biri var 1 saat danışır, biri də var ki, bizə konkret lazım olan məlumatın sualını verir. Bizə onun digər danışdığı məsələlər lazım deyil axı. Tutaq ki, lazım deyil. Bizə nə lazımdırsa sualı o formada verməliyik ki, yəni sual verə bilmək özü bir bacarıqdır. Yaxşı bir bacarıqdır. Yaxşı sual verənlər bu bacarığını daha yaxşı inkişaf elətdirir. Başqalarının düşüncəsindəki uyğunsuzluqları müəyyənləşdirir. Yeni həllər tapmaqda nə edir? Maraqlı olur. Belə bir aforizm də var, deyir, ağlını işlətməsən başqasının ağlı ilə idarə olunarsan. Yəni biz başqa şəxslərin ağlı ilə idarə olunmamaq üçün nə etməliyik? Ağlımızı idarə etməliyik. Yəni ağlımızı işlətməliyik. Başqasının ağlı ilə idarə olunmamaq üçün öz ağlımızı nə etməliyik? İşlətməliyik. Slaydı çevirim. Biz tənqidi təfəkkür bacarığımızı necə yaxşılaşdıra bilərik? Necə özümüzə bu bacarığı inkişaf elətdirə bilərik? Ümumiyyətlə tənqidi təfəkkür inkişaf edilə bilən bacarıqdır. Yəni bacarıqlar vərdiş halına gəldiyi zaman, davamlı şəkildə olduğu zaman inkişaf eləyir, bacarığa çevrilir. Yəni vərdiş sonunda bacarığa çevrilir. Biz özümüzdə tənqidi təfəkkürü necə formalaşdıra bilərik? Hər deyilənə inanmayaraq, ən əvvəl sual verərək biz özümüzdə bu bacarığı formalaşdıra bilərik. İnsanlardan gələn məsələlərdə biz onların düşüncələrini eşitdiyi zaman, onlardan gələn sual, sözləri, fikirləri eşitdiyimiz zaman bu doğrudurmu? Kim deyib bu sözü? Haradan bilir? Bu informasiyanın, bu sözün hər hansı bir sübutu varmı? Tipli suallar verə bilərik. Nümunə kimi filankəs deyir ki, o dərman möcüzədir. O, yəni şəfalı dərmandır, nə bilim, yaxşı dərmandır. Hər dərdə nədir onun adı? Hər dərdə dəvadır. Həmin o dərman. Ümumiyyətlə biz düşünməliyik ki, onun dediyi bu söz bəlkə reklamdır, bəlkə reklam eləyir və yaxud da hər hansı bir həkimin məsləhətidir. Həkim kimdir və s. və ilaxır kimi düşünməliyik, suallar verməliyik. Bunun elmi sübutu varmı? Biz öz fikrimizi formalaşdırmalıyıq. Özümüzün fikrimiz olmalıdır. Tənqidi təfəkkürü inkişaf eləmək üçün insanlardan kopyalamamalıyıq nəyisə. Başqası bir şey deyir deyə sən də onun kimi düşünməməlisən. Yəni başqası bir məsələni deyir, sən onu düşünməlisən ki, bu həqiqətən doğrumu deyir. Bəlkə bunun dediyi sözün doğruluq payı o qədər də çox deyil. Mənbə axtarmalıyıq ki, bunun dediyi sözü hardan götürüb, ümumiyyətlə mənbəsi varmı? Müqayisə eləməliyik və nəticədə qərarları özümüz verməliyik. Vərdiş eləməliyik. Bu mövzu haqqında 2-3 fərqli mənbəyə baxmalıyıq, fikir bildirməliyik. Bu məsələləri, yəni vərdiş halına gətirib çıxarmalıyıq. Niyə sualını çox verərək biz bunu özümüzdə inkişaf elətdirə bilərik? Yəni necə deməkdən utanmamalıyıq. Düzdür, hər dəfə niyə deməməliyik? Məntiqli şəkildə də, yəni hər sözə, hər suala yox, məntiqli şəkildə ağlımıza batmayan məsələlərdə niyə suallarını verməliyik? Əks tərəfi dinləməliyik, əks tərəfin fikirlərin, iradların, rəylərin, təkliflərini dinləməliyik. Oxuyaraq, dinləyərək, müşahidə edərək, kreativ düşünərək, əksini düşünərək, suallar verərək, özünü daim analiz eləyərək biz tənqidi təfəkkür bacarığımızı nə edərik? Yaxşı şəkildə inkişaf elətdirə bilərik. Burada şəkillər var. Bu şəkildə nə görürsünüz siz? Fikir bildirmək istəyən qısa şəkildə deyə bilər.
Səslə demək olar. Buyurun. Belə görürəm ki, hər hansısa bir fəlakət baş verib, heyvanı qurtarmağa çalışırlar. Və yaxud da ki, burada yanğın söndürənlər də var. Meşə yanğını da ola bilər bu. Yəni belə düşünürəm. Siz o heyvanı niyə itələyirlər? Heyvan yaralanmış heyvana da oxşayır. Ola bilər ki, bu heyvanı tutmaq üçün də bu əməliyyat həyata keçirilir. Yəni müxtəlif aspektlərdən yanaşsaq fərqli fikirlər ortalığa çıxır. Təşəkkür edirəm. Başqa fikir Bəli, bildirmək istəyən var? bəli, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Şəkillə bağlı fikrimi bildirmək istəyirəm. Bu heyvanın əslində elə yaşayış yeri palçığın içərisindədir, bataqlıqdadır. Bu ətrafdakı insanlar onu bataqlıqdan çıxartmaq istəyir. Yəni çıxardı bir elə adam məsələn onu çıxarda bilmir də. Yəni bunun yaşayışı, həyatı bataqlıq içərisindədir. Ətrafdakılar onu sanki batmış kimi qəbul edərək bataqlıqdan çıxartmağa çalışırlar. Yəni bunun məntiqi mənası odur ki, insan özü həyatında, nə bilim, hər bir şeydə də özünü bataqlıqdan çıxartmasa, ətrafdakı insanlar ona heç cürə kömək edə bilməz. Təşəkkür edirəm. Başqa fikir var? Ben bir şey diyeyim. Buyurun. O birisi bir tane şeyinde. Evet olsa. O şey var diye heyvanla olan. O heyvanın üstünde ok var. Yəqin ki o vəhşi heyvandır ki deyənə onu yəqin ki bayıldaraq, yəni bayıltmaq istəyiblər. Ya da ki onu elə bu formada yıxılmasın deyənə nəsə maşına mı qoyacaq, nəsə eləyəcəklər yəqin ki. Onu aparacaqlar uzaq yerə. Burada yəqin ki o insanı vuran yerdir. Çünki burada ox var. Ox, yəni o heyvanlara bayıldan oxdur. Təşəkkür edirəm. Çox getdik. Salam Sevinç xanım, necəsiniz? Tənqidi təfəkkür bacarığı iş yerində hansı üstünlükləri qazandıra bilər? Fikir olan var. Sizcə karyera həyatında hansı kömək eləyə bilər tənqidi təfəkkür bacarığı? Mən düşünürəm ki, düzgün analiz etmək qabiliyyətini bizdə formalaşdıra bilər. Hər hansısa bir məsələ ilə bağlı, hər hansısa bir mübahisə ilə, situasiya ilə bağlı insan özlüyündə o empati hissini qurmalıdır və fərqli aspektlərdən çıxış etməlidir. Bu zamanda artıq insanda o tənqidi təfəkkür formalaşmış olur. Təşəkkür edirəm. Mənim fikrimi bildirmək istəyirəm. Buyurun. Tənqidi təfəkkür insanın karyera həyatında, iş həyatında onu qazandıra bilər ki, yəni insanın bir şəxsin verdiyi qərarlarda daha doğru, düzgün qərar verməsində, yəni həqiqətin, reallığın nədən ibarət olduğunu dərk eləməsi və onun üzərindən daha düzgün qərar etməsinə köməklik eləyər. Yəni biz işdə kifayət qədər həqiqət olmayan informasiyalar da bizi gəlib tapır, belə deyək də. Biz təbii ki, məntiqi təfəkkür yürütməsək, onun həqiqətən reallıq olmadığında dərk eləməsək, biz gündəlik həddindən artıq çox səhv qərarlar vermiş olarıq. Ona görə də məntiqi təfəkkür fikrimcə dediyim kimi verilən qərarların doğru, düzgün olması üçün mühüm rol oynayır. Təşəkkür edirəm. Ümumiyyətlə biz tənqidi təfəkkürlə daha doğru, daha düzgün şəkildə qərarlar veririk. Tutaq ki, işdə bizə hər hansı bir təklif gəlir, iş yoldaşları ilə bərabər bizə. Digər yoldaşlarımız bəli deyir, yəni razılaşır həmin təkliflə, amma biz emosional zəkadan istifadə edərək
həmin təklifi analiz eləyirik. Düşünürük ki, bu təklif bizə ümumiyyətlə sərfəlidirmi? Gəliri, riski nədir? Başqa variantlar varmı? Və sair bu tipli suallar verərək təklif verən şəxsə başqa suallarla bərabər təklifi analiz eləyirik, özümüzü sorğuluyuruq, təklifi sorğuluyuruq. Nəticə etibarilə biz tələsik qərar vermirik, daha sağlam şəkildə bir qərar vermiş oluruq. Əgər bu verdiyimiz qərarın nəticəsi müsbət olarsa da iş həyatında rəhbərliyin etimadını da qazanmış oluruq. Problemləri daha ağıllı şəkildə həll eləyirik. Yəni tənqidi təfəkkür. Ətrafdakılar problemlərdən şikayət eləsə belə, biz yenə suallar verərək problemləri daha yaxşı analiz eləməyə, problemləri başa düşməyə çalışırıq ki, o problemi doğuran səbəb nədir? Bu problem niyə var? Bu problemin həlli istiqamətində hər hansı bir fərqli yol varmı? Əvvəl necə həll etmişdik? Yəni əgər əvvəl belə bir problemlə qarşılaşmışdıqsa, necə bir həll yolu seçmişdik, həll eləyə bilmişdikmi? Nəticə etibarilə sən problem danışan yox, problemi həll eləyən adam olursan. Ümumiyyətlə, problemi səsləndirən adam həllin səsləndirmirsə, o insan lazımsız adamdır. Tutaq ki, müdirə gedib deyirsən ki, menecerə, belə bir problem var. Hə, deyir gözüm aydın. Sən problemin həllini gətirmirsənsə, o problemin varlığı heç nəyi dəyişmir də. Problemi mən də bilirəm. Tutaq ki, bilmirəm, lap bilmirəm. Sən onun həlli ilə bərabər gəlməlisən, həll eləməlisən, həll yolunu seçməlisən. Ümumiyyətlə, həyatda da belədir ki, hər hansı bir problem başımıza gəldiyi zaman biz deyinməməliyik öz-özümüzə ki, bu problem niyə oldu, niyə belə gəldi, niyə çalışmalıyıq ki, ilk addımda həmin problemin həllinə fokuslanaq, həmin problemi həll eləyək. Həlli istiqamətində danışaq. Tənqidi təfəkkürlə biz manipulyasiyalara uymuruq. İş yerində bəziləri başqalarını pisləyir, qeybət eləyir. Yəni normal bir şeydir. İş yerlərində var. Normal bir şeydir deyəndə, yəni ki, var da reallıq onu əks elətdirir deyə. Yəni tənqidi təfəkkürlü insan dərhal məsələyə inanmır. Yəni öz-özünü sorğulayır ki, həqiqətən bu belədirmi? Yəni sui-zənnlə yox, hüsnü zənnlə yanaşır məsələyə ki, görüm həqiqətən doğrudurmu bu? Yəni nəticə yerində sən iş yerində oyunlara düşmürsən. Yəni baxırsan ki, iş yeri dövlət qurumudur, nə bilim, yaxşı bir yerdir, amma baxırsan orada elə bir insanlar münasibəti olur, insanların bir-birinin arasındakı münasibət. Yəni çox vaxt bunu biz əks cinsdən deyil də öz cinsimizdən görəndə bu çox iyrənc görsənir ki, yəni sən bir kişi olaraq niyə bu formada işlər edirsən də, yəni özünə yaraşmayan, şəxsiyyətinə yaraşmayan işlər görürsən. Gah ara qarışdırır, gah onun sözünü ona çatdırır, gah bunun sözünü ona çatdırır, gah yalan danışır, gah insanlara pisləyir. O qədər insanlar var ki, yəni reallıq göstərir də bunu ki, gah bir-birini pisləyir. İşi gücü ancaq mənfiliklər eləmək, insanlar haqqında danışmaq, insanların qeybətini qırmaq. Yəni, biz nəticə etibarında iş yerində oyunlara düşmürük, müstəqil düşünürük və insanlarla iş yoldaşlarımızla aramızı nə edirik, pis eləmirik. Tənqidi təfəkkür vasitəsilə biz yaxşı komanda yoldaşı olduq. Məsələ tək öz gözümüzlə deyil, öz istəyimizə uyğun yox, başqalarının fikirləri ilə, başqalarının məsələyə yanaşması ilə baxırıq. Bunda əməkdaşlığımız artır, komandaya hörmətimiz artır, insanların bizə hörməti artır, konfliktlərdən uzaq oluruq, problemlərdən uzaq oluruq və s. İrəliləmək şansımız artır tənqidi təfəkkürlə. Yəni biz bu formada özümüzü inkişaf elətdirirsə, təbii ki, rəhbər şəxslərin də bizə münasibəti dəyişəcək. Çünki rəhbər şəxslərə tənqidi təfəkkürü, emosional zəkası, komanda ilə işləməyə bacaran insanlar, işçilər lazımdır.
Növbəti slayda çevirim. Tənqidi təfəkkürün standartları var dedik. Aydınlıq, doğruluq, dəqiqlik, uyğunluq, dərinlik, fərqli baxış, məntiq, əhəmiyyət və ədalət. Biz indi bunlardan danışacağıq ki, görək bunlar nədir? Çox böyükdür. Aha. Albert Einstein'in belə bir sözü var ki, deyir, problemləri yaratdığımız düşüncə ilə onları nə edə bilərik? Həll edə bilmərik. Yəni biz problemi yaratdığımız düşüncə ilə. Problemi çox vaxt düşüncələrimizdə yaradırıq da. Yəni, düşüncələrimizi də dəyişməliyik problemin dəyişməsi üçün. Məsələyə baxış bucağımızı dəyişməliyik. Dedik ki, burada aydınlıq məsələsində biz sual verməliyik ki, bu məqamı ətraflı izah edə bilərsənmi? Yəni, aydınlaşdırmaq məqsədi ilə bu sualı veririk. Nə demək istədiyinizə dair mənə bir nümunə verə bilərsinizmi? Doğruluq. Bunun doğru olub olmadığını necə öyrənə bilərik? Bunu necə yoxlaya bilərik? Dəqiqlik. Daha konkret və ya dəqiq ola bilərsinizmi? Bu mövzuda mənə daha ətraflı məlumat verə bilərsinizmi? Bu məqam bu problemlə necə əlaqəlidir? Bu məlumat bizə necə kömək edəcək? Bu sualla biz məsələnin uyğunluğunu müəyyənləmiş oluruq. Dərinlikdə isə niyə bu problem çətin və ya mürəkkəbdir? Bu məsələnin bəzi çətinlikləri nələrdir? Fərqli baxış, digər baxış bucaqlarını nəzərdə keçirməliyikmi? Bu məsələyə başqa tərəflərdən baxmağa ehtiyac varmı? Məntiq. Bunun mənası varmı? Dedikləriniz dəlillərə uyğundurmu? Əhəmiyyət. Bu həll edilməli olan ən vacib problemdir. Burada əsas fikir nədir? Ədalət. Başqalarının fikirlərini dinləyirikmi? Mənim maraqlarım burada toqquşurmu? Aha. Bizim demək olar ki, bu günlük tənqidi təfəkkür haqqında danışacaqlarımız bundan ibarət idi. Düşünürəm ki, tənqidi təfəkkürlü insanlar əmək bazarında, iş həyatında çox irəli getməyi bacaran insanlar olur. Biz çalışmalıyıq özümüzdə bu tənqidi təfəkkürü inkişaf elətdirməliyik, bacarıqlarımızı inkişaf elətdirməliyik, məsələyə tənqidi təfəkkür istifadə eləyərək yanaşmalıyıq. Tənqidi təfəkkür dedik, tənqid deyil, təhqir deyil. Məsələyə baxış bucağımızda məsələyə daha yaxşı, daha məntiqli şəkildə baxmaqdır, ağıllı şəkildə davranmaq deməkdir tənqid təfəkkür. Yəni bir insan sənə bir söz deyəndə, bir məlumat görəndə biz heç nə demədən ona inanmamalıyıq, məsələni sorğulamalıyıq, məsələni öz-özlüyümüzdə analiz eləməliyik ki, bu məsələ həqiqətə uyğundurmu, doğrudurmu və s. və ilə. Sonuna gəlib çatdıq. Aktiv iştiraka görə, fikirlərinizə görə hər birinizə minnətdaram. Əlavə bir fikri, düşüncəsi, rəyi olan şəxslər bölüşə bilər çəkinmədən. Sondayıq. Çox auditoriya olaraq çox aktiv idiniz, çox yaxşı idi, həqiqətən fikirləriniz çox yaxşı idi. Buyurun. Fikir bildirmək istəyən var? Müşfiq müəllim, çox sağ olun, çox təşəkkür edirəm təlim üçün. Sonda bir fikir bildirmək istərdim ki, həqiqətən son Öncəliklə günlərdə zəhmət olmasa adınızı deyin. Çünki biz sizin adınızı bilmirik. mənim adım Can Polad. Şad olduq Can Polad bəy. Biz də şad olduq. Elə bil son günlərdə öz-özümə həmişə belə bir düşüncə formalaşıb ki, məndə həqiqətən problem deyilən şey var. Yəni bizim problem kimi dediyimiz şey, həqiqətən problem var həyatda. Sonra özümə biraz fikirləşdim. Əslində dedim ki, bizdə problem deyilən şey yoxdur. Sonra özümə sual verdim, bu necə yoxdur? Əslində bizim həyatda problem kimi baxdığımız şeylər, onlara problem kimi baxdığımıza görə bizə problem göstərirlər. Əslində problem yox, onlara necə yarğılayırıqsa,
Onun elə bir necə yadğı quruluqsa, yadğı sistemimiz üstündən onları dəyərləndiririk. Sonradan başa düşdüm ki, əslində həyatımızda problem dediyimiz şeylərin çoxu bizim həyatımızda, baxın, qəm-kədər deyirik, qəm-kədər. Qəm-kədər də problem gözü ilə baxırıq da. Əslində qəm-kədər deyil. Bizim əslində insanın həyatına yön verən şeylərdən biridir qəm-kədər. Çünki bilirsiniz, yaxşı bir söz var. Deyir dərman axtarardım dərdimə, dərdim mənə dərman imiş. Yəni ki, deyir, əslində deyir, dərdimin dərmanı elə deyir, dərdimin deyir, içindəymiş deyir. Yəni sadəcə mən görə bilməmişəm. Niyə? Çünki qaçmışam ondan. Görə əslində o bir sözlə istəyirdim bitirim. Deyir, başınıza bir hadisə gələndə, məsələn, pis deyək də ki, əslində pis bir şey deyil ha. Deyir, ondan deyir, qaçmağa əvəzinə, deyir, ondakı deyir, hikməti deyir, axtarmağa çalışın. Deyir, onda deyir, görəsiniz ki, həqiqətən bu problem deyilmiş, qardaş. Mənə həqiqətən nəsə öyrədilmiş bu. Yəni başınıza o pis bir şey, o bir hekayə var. Deyir, bir gün deyir, adamın biri bir qayıqla deyir, yola çıxır. Bunun qayığı batır, düşür bir adanın içinə. Adada nəsə gedir, başlayır yalvarmağa ki, ya Rəbbim, nə olar, sən məni buradan qutar. Axırda nəsə adam gedir özünə bir dənə ev düzəldir. Gedir yemək zat yığmağa özünə. Adam təzədən gəlir, görür ki, evini ildırım vurub yandırır. Adam düşdümü dadı qəmin bataqlığın içinə. Deyir, ay da, deyir, mən indi nağalacağam. Bu mənim başıma niyə gəldi? Görür, qıraqdan bir gəmi buna doğru yanaşır. Gəmiyə qayıdıb deyir ki, kaptana, deyir, sən məni necə tapa bildin, deyir. Deyir ki, sən də ölüydün, deyir, bu bəs yeri yandıran ki, burada adam var da, yəni gəlin. Yəni əslində həyatda bizim pis kimi gördüyümüz şeylər əslində bizi istədiyimiz hədəfə doğru aparan şeylərdir. Sadəcə biz burada, orada bizim əslində başımıza pis bir şey gəlməsə, baxın, başımıza bir hadisə gələndə biz hadisədə qalmaq əvəzinə hadisədən uzaqlaşırıq. Hadisədən uzaqlaşanda da duyğusal vəziyyətlər yaşayırıq və buna görə də bacara bilmirik. Başına bir iş gəldi, qardaş. Düzdür, sən qəm çəkə bilərsən, sən insansan, amma sənin o qəmin, sənin elə ki, sənin o qəmin sənin iradəni qabaqlaya bilməsin. Qəmini çək, bir gün, 2 gün qəmini çək, amma yenidən işinə qayıt, işinə davamlı ol. Hadisədən, baş verən hadisədən uzaqlaşma. Uzaqlaşma ki, daha da qəm dəryasına batmayasan. Çox sağ olun. Təşəkkür edirəm. Əlavə bir sözü, fikri olmayan varsa, biz görüşü yekunlaşdıraq. Siz də yorğunsunuz, gedin istirahət eləyin. Qeyd etmək istəyirik ki, proqramımızda bir təlim qalıb. Pərviz Əfəndizadə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının şöbə müdürüdür. O, səhhəti ilə əlaqədar olaraq biz təxirə salmışdıq təlimi. Bu ayın 30-unda düşünürük, hər hansı bir problem olmasa, bu ayın 30-unda Pərviz Əfəndizadə ilə təlim olacaq. Bizə səbirsizliklə gözləyirik. Sözü sual olmayan varsa əgər, biz yekunlaşdıraq. Sağ olun, salamat qalın, gecəniz xeyrə qalsın. Allaha əmanət olun. Təşəkkür edirəm.